Onlar Türk və müsəlman dünyasında ilk dünyəvi demokratik respublikanı yaradanların, cumhuriyyətçilərin varisləridir və dünyanın müxtəlif ölkələrində yaşayırlar. Cumhuriyetimizin kuruluşunun yıl dönümü bütün Azerbaycan halkına kutlu ve mutlu olsun diyorum. Üç renkli bayrağınla mesut yaşa Azerbaycan'ım, ebediyen yaşa, azat yaşa. Yaşasın Azerbaycan Cumhuriyeti ve Azerbaycan halkı. Diasporla İş üzrə Dövlət Komitəsi cumhuriyyətçilərin xarici ölkələrdə yaşayan varisləri və nəsillərindən olan şəxslərlə sıx əlaqə yaradıb. Bağımsızlığımız ebediyen sürsün, yaşasın Azerbaycan Halk Cumhuriyeti. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi münasibətilə ən səmimi təbrikləri qəbul edin. Bayramınızı kutluyor ve üç renkli bayrağımızı şerefle yad ediyorum. Hep yüreğimizde bir Azerbaycan özlemi, bir Azerbaycan sevgisiyle büyüdük. Azərbaycan dövləti cumhuriyyətçilərin varislərinin fəaliyyətlərini yüksək qiymətləndirir, onları ölkəmizə dəvət edir, babalarından yadigar qalan milli mənəvi mirasla, həm də inkişaf edən güclü, müasir Azərbaycanla yaxından tanış olmalarına şərait yaradır. Hepinizi çok seviyorum, saygı ve sevgilerimi sunuyorum.